Şimdi ta kitəyə neytəcə başlıqdaydık. Neçənci hissədəydik. Temperatur qurtarmışdıq. Yəni temperatur neçənci hissəydi? Temperatur üçüncü hissəydi təxminən. İndi keçir dördüncü hissəyə. Həsən yox, dördüncündə demişdik. O təzyiq haqqında düstur demişdik. Yadındadırsa. P bərabərdir üstə 1 n m0 v kvadrat demişdik. Açmışdıq ondan sonra P bərabərdir n kt. O dördüncü hissədir. Ondan indi beşinci hissəyə keçirik. Amma belə bir şey var ki, beşinci hissə indi orta kvadratik sürətli moleküllərin bir orta kvadratik sürət haqqında düsturdur. 3 dənə düsturdur orada. Yəni üçü də lazımlı düsturdur və çıxarılışı da verirəm. Yəni üçünü də çıxarılışa. Amma belə bir şey də var ki, onun 3 dənə düsturdur. Üçüncüsü Mendeleyev-Kopernik tənliyi. O da 6-cı hissəmizdir. Ondan çıxır. Oran bilmək lazımdır. Ona görə də qararsın ki, birinci onu eləyim, birinci onu eləyim, birinci bunu. Amma nəyə görə deyirsən də Mendeleyev elə, ondan sonra keç obrisinə. Sual yaxşı sualdır. Mendeleyev eləmirəm ki, birinci. Mendeleyev-Kopernik tənliyindən sonra onun 7-ci hissə gəlir. İzoproseslər. Elə Mendeleyevlə o izoprosesi bir yan-yana tutdunsa, izoproseslər əslində yəni mövzunun ən önəmli yeridir. Yəni izoproseslər, deyim, sualların çoxu izoprosesdən düşür. Yəni 60%, 70% izoprosesdən düşür. İzoproseslər həqiqətən çox önəmlidir. İzoprosesləri bilmək üçün də yəni əslində Mendeleyev-Kopernik tənliyini yaxşı anladınsa, Mendeleyev-Kopernik tənliyini deyəcəyim şeylər əsaslıdır. Mendeleyev-Kopernik tənliyi. Onu yaxşı anladınsa, bir də fikir dərslərsə, izoproses həqiqətən də yəni çox asan bir şeydir və öyrənə bilərsən izoprosesləri. İndi mən istəyirəm ki, iki hissəni birlikdə sayayım. Yəni iki qolla belə bir buradan belə eləyək təbii ki. Yəni bunu yarıya bölüm, onu yarıya qədər yazım, onu sonra keçin Mendeleyev eləyim. Bunu tamamlayayım. Buranı silib keçək izoproseslərə. Elə bir şey məncə qəşəng olar. Birinci orta kvadratik sürət haqqında danışaq biraz. Orta kvadratik sürət molekulun orta sürətidir. Yəni demişdik də, yəni bütün sürətləri toplamışdıq, kvadratını bölmüşdük sayına. Orta kvadratik sürəti idi. Amma burada bir şey var ki, onun bir dənə molekulun təbii ki, bir dənə sürətini saxlaya bilmirik də. O orta qiymətini saxlayırıq. İndi onun haqqında düstur var. Bu düsturu səncə hardan alırıq? Kinetik enerji düsturundan alırıq. İki dənə kinetik enerji düsturumuz var bizim yenə qədər. Bir ötədə bağın dövründə dediyimiz o yazıq indi burada adını çəkmirik. Kinetik bərabərdir nə? M0 V kvadratı. Bunu belə eləyək, bölünsün ki. Bunu bilirik. Bir dənə molekulun kütləsidir. Kütləsini vururuq, onun orta sürətinin kvadratı bölünür 2-yə. İndi bir də var idi. Tez demişdik onda. O hansıdır? 2-də 3 KT. 3-də 3 kətər. İndi acıldığımız vaxtlar falan indi bu xatırladıram ki, fikir daha çox dərs verirsin. 3-də 3 kətər. İndi burada gördüyümüz ki, 2 dənə kinetik enerji düsturu var. Bunları bərabərləşdirə bilərəm. Bərabərləşdirməmişdən əvvəl də başlığın adını deyək. 5-ci hissəmizin adı nədir? Orta kvadratik sürət. Bunları bərabərləşdirək. Bölünsün 2 bərabərdir 2-də 3 KT. Kimlər gedər? 2-lər gedər. Bir dənə bunu tapsaq, həll eləmiş olarıq. Bunda nə bərabər olar bax? 3 KT bölünsün M0, bir dənə molekul. Kvadratı silib bura kök alıram. Birinci düsturumuz asan şəkildə çıxdı. 2 dənə kinetik enerji düsturu var. Bunları bərabərləşdirir, həll edirik. Yadındadırsa, P-nin düsturu var, təzyiqin düsturu. MK'nin əsas tənliyi idi o. Onun düsturunda da bunu köməyi ilə çıxartılan düsturunda. Axırda kinetik enerji var idi. Getdik, hətta bunlar getmişdi. Tərs idilər deyə getmişdilər bunlar. Getmişdilər, qalmışdı NKT. T bərabərdir NKT demişdik. Orada da bundan istifadə elədik, indi burada da bundan istifadə elədik. Birincisi budur. İkincisi də ki, əslində indi buradan da çıxır. Buradan çox sadə şəkildə çıxır. NA nə idi? Avogadro'nun sabiti, Avogadro qanunu deyil, Avogadro sabiti. İndi buradan yuxarı sürətlə məxrəcdə Avogadro sabitinə vururam. K vurulsun, NA vurulsun, T bölünsün, M0, NA. Şimdi burada belə bir dənə fəlsəfi işlər, fəlsəfə deyil əslində. Bir məntiqi bir şeydir. K nə idi? Boltzmann sabiti idi. NA dedik ki, Avogadro sabitidir. Sabit, sabit. Sabit, sabit burada nə eləyər? Nə? Sabit, sabit. Bax, ikisi sabit elə deyilmi? Sabiti, sabit burada nə eləyir? Sabit bir şey deyər də. Məsələn, 2 sabitdir, dəyişən bir şey yoxdur. 2 2-dir. 8 sabitdir, dəyişən bir şey yoxdur, 8-dir.
2'yi 8'ə vururum 16. 16 da sabit elementdir də. Amma 2x olsaydı x dəyişən olurdu. İndi sabilə vurub hər dəfə hesablamaqdansa, götürüb bu ikisini bir-birindən vurub bir dənə ədəd hərf deyə bilərik buna. K olsun. N-a bərabərdir. R diye bir şey deyirik buna. Buna universal qaz sabiti deyilir. Universal qaz sabiti. Nə? Qaz sabiti. Universal qaz. Universal sözü də var orada. Universal qaz sabitidir. Vahidi nə var səncə? K-nın vahidi nə idi? Sol bölünsün Kelvin, olsun. Bunun vahidi nə idi? 1 bölünsün mol idi də. Belə bir şey. Sol bölünsün Kelvin, olsun mol. Vahidi. Ədədə qiymətdə təqrib 8 götürülür. Yəni bu ikisi bir-birindən vuranda təqrib 8 olur. Neysə, gətirib onu yazırıq, amma onu yazandan sonra da məxrəcdə də bir əməliyyat aparırıq. 3 R T oldu, eləmi? Məxrəcdə də bu nəyə bərabərdir? Bunu bir dənə bax. Yadına sal, düzdür. Nə? Yo. Yekamı. Çünki yekamı nə idi? Yekamı 1 mol maddənin kütləsi idi. 1 mol maddənin kütləsi idi. 1 molda N-a qədər molekul var, elə deyilmi? Avogadro sabiti buydu zaten. Yəni 1 mol maddədə nə qədər molekul olduğudur. İndi bir dənə molekulun mən kütləsini götürsəm, vursam burada olan molekulların sayına 1 mol maddədəki kütlə nə deyir də? 1 mol maddənin kütləsi edir. Ondakı 2 M hərfini göstərirdik. Bərabərdir bir dənə molekulu vururdum bütün molekulun sayına. Yəni 100 dənə qoyunum var mənim, onu demişdik bu söhbətdə. 100 dənə qoyunum var. Onu 20-20 hissələrə bölürəm. Hərəsində deyirəm 21 sürüdür, 21 sürüdür, 21 sürüdür, 1 sürüdür. Bu 20'lər mol sayı. 5 mol mənim qoyunum var. İndi 5 deyib 4 tutan yeganə insanlardan 5 mol qoyunum var mənim. İndi onun 1 molunun kütləsi şu M-dir. Yəni 1 mol nədir? 20 dənə qoyundur. 20-ni götürərəm, hərəsinin kütləsi 30 kilo, pul var burada. 30. 20-nin 30 olanda nə eləyir? 600. Demək ki mənim neymiş? 1 molun M-in 600 nəysə. Indi bunu da M olaraq yazıram. Belə bir şey. İndi hələlik bu ikisinin kifayətlənmək zorundayıq. Bu və bu. Bu çalışın üçün yazılan bir şeydir. Yəni inanın burada yazmırlar. Bu və bu. İndi bunu yavaşca buradan səliqəli kimsə narahat eləməyəcək şəkildə yazıram bura. Üçüncüsü də ki, yəni buradan çıxan bir şeydir, varsan bir şeydir. Köçürdüm bura səliqəli şəkildə. 3M T bölünsün M0 bərabərdir 3 R T bölünsün M. Görüşün nə qəşəkdilər. Satıram. İndi bunun altından yazaq. 6 Mendeleyev tanıyorsan. İnformatika keçmə səbəbin. Mendeleyev. Bir de var burada Capiro. Club. Bunların doğru yazana çıxış diye var. Club Ron. Büyük ihtimal düz yazdım diye düşündüm. Çünkü həmişə adları səhv yazıram ben. İnsan adları. Ne? Fahrenheit düz idi o. Onu yoxlayacaq. Dedim, qaçaq kimi tez edeyim, Fahrenheit yoxlayayım, görüm, düz yazmışam. Mendeleyev, Capron. İndi Mendeleyev ilə Capron ayrı-ayrı vaxtlarda kəşf olunublar, ikisinin adını qoyublar. Bu tənlik əslində bizim bildiyimiz bir tənliyin sıqılcadan düzəlişidir. Yəni bildiyimiz bir şeydir. Nə? P. P nəyə bərabərdir? Ya bunu keçən dəfə yazdığımız bu tənliyi bir də yazaq. Həm məntiqi şeydir. Həm beynimizdə təzyin yenə qalsın. Yəni yaxşı bir şeydir. Həm də ki buradan çıxır. 3/1 demişdik ki nədir? N, M0, V kvadrat. Burada bir şey eləmişdik. Bir buna demişdik ki sıxlıqda, bir buna əlaqəli bir şey demişdik. Çünki bunlar sıxlıqda bunu bilirik. N, M0 burunda sıxlığı edir. Yəni olmuşdur 3/1 rho V kvadrat. İndi bir də var idi. Burada demişdik ki bu kinetik enerjiyə oxşuyur amma nəsə yoxdur. Nəsə yoxdur demişdik. Kinetik enerjiyə oxşuyur. Ona görə demişdik ki bu 2 olsa olur kinetik enerjini tutur. Amma 2'ye bölmüşəm deyə 2'ye də vurmalıyım. 2'ye vurmalıyım. Ona görə də nə oldu? Bu kinetik enerji oldu. 3/2 N Y kinetik. Belə bir şey alındı.
Ondan sonra da bir şey eləmişdim. Kinetik enerjinin düsturunu bilirdim ki, neye bərabərdir? 2'də 3 kətə idi. Gətirib onu qoydum bura. Siləm yazıram. 2'də 3 kətə. Bunlar gedirlər. Qalır NKT. Yəni P neye bərabər olur? NKT. Bunu kesin dəfə demişdik bura qədər. Şimdi burada biraz əməliyyat aparırıq bunun üstündə. Elə bil ki, bunun davamıdır da, elə bil ki. Davamını aparırıq burada. N neye bərabər? N nə idi? Konsentrasiya nə idi? Hı? Konsentrasiya nə idi? Mesela onun çok sadə bir tərifi var aslında konsentrasiyanın. Eyni eləməyə çalışırlar. Öyle bir şey diyorlar konsentrasiya. Konsentrasiya vahid həcmə düşən moleküllərin sayıdır. Yəni tilləri 1 metr olan, tillər bir məntiqi cəhətdən yadda saxlamaq istəyirsə, bax otağın üstündə xəyal elə. Tilləri 1 metr olan bir dənə kub düşün. Hər tərəfi 1 metrdir. Kub düşün. O kubun içində nə qədər molekül var? O konsentrasiyadır. Anladın? Konsentrasiya elə bir şeydir. Yəni sıxlıqla ki, əslində oxşuyur. Sıxlıq nə idi? Vahid həcmə düşən kütlə idi. Yəni onu da elə xəyal elə. Yəni tillər 1 metr olan kubun içində nə qədər kütlə daxil olur? Sıxlıqda o idi. Əslində sıxlığın konsentrasiyası çox bir-birinə oxşar bir şeydir. Yəni düstur formasında yazanda da n-yə bərabərdir. Vahid həcmə düşən moleküllərin sayı və n yazırdıq. Gətirin də onu burada yazır. Olur nə? V-ni götürürlər bu tərəfə. PV bərabərdir. N, K, T. Burada bir dənə əməliyyat aparırıq. Ondan sonra artıq nəticəyə gəlirik. İndi belə bir şey demişdik. Nü bərabərdir. Nü nə idi? Mənim neçə sürü qoynum olmağı idi. Nü bərabərdir. Ümumi qoynumun sayı bölünsün bir sürüdə olan qoyunların sayıdır. Maddə miqdarı idi, mol idi. Bərabərdir. Moleküllərin sayının bir molda olan moleküllərin sayına nisbəti. Burada n nəyə bərabərdir? Nü n-a. Gətir fonda bura qoyanda nə olur? TV bərabərdir. Nü n-a k t. İncə bir şey dedik. N-a-nı k-ya vuranda nəsə dedik. Nə dedik? Tam incə dedik. Ya böyle 10 saniye falan keçməz. 10 saniye. N-a-nı k-ya vuranda nə edir? R hərfinin bir şeyi. N-a sabitdir, k sabitdir. Buradan bir-birinə universal k sabitdir də. Yox demədim mi? Göz tutmadı, tutmadı. N-a universal k sabit edir. Lan silək. Son olarak düsturumuz bu oldu ki, PV bərabərdir. Nü n-a-nı k-ya vuranla R universal qaz sabiti yaxlarını danışdıq. Vahidini də dedik. Jol bölünsün, Kelvin vurulsun, mol idi. Vurulsun T. Nü R T. PV bərabərdir nü R T. Bax, Mendeleyev-Kaplan tənliyi budur və yəni mövzunun ən önəmli hissələrindən bu. Mendeleyev-Kaplan tənliyi. Burada belə bir şey də yazmaq olur. Əslində bunu Mendeleyev-Kaplan tənliyi belə də yazırlar ki, PV bərabərdir. Nü həm də nəyə bərabər idi? M bölünsün M-ə bərabər idi də. Sıkıl M bölünsün 2. Onu yazırlar M bölünsün M R T. Belə bir şey. 2 dənə. Çıxarılışı anlaya bildin. Əsas çıxarılışı anlaya bilib bilinməyindir. İndi buradan üçüncüsü nədir? Onu yazaq, buradan qurtulaq. Üçüncüsü budur ki, bax mən görəsən ha bunun üçüncüsü nətər çıxdığını həqiqətən. Rahat şəkildə görəsən. Burada görsən ki, RT bölünsün M var. Üçü nəzərə almayanda RT bölünsün M var. Burada da var RT bölünsün M. RT bölünsün M-in dəyərini tapsan, nə olduğunu bilsən, Götür onu gətirib bura qoyub bir dənə düsturda götürsən düsturda yazarıq. Və buradan RT bölünsün M-i çıxardırıq elə ki. Çıxartmaq üçün nə edirəm? Bir dənə M atarım bu tərəfə də, düzəlirəm. Necə bu düsturları zədələməyək. Bura həqiqətən də qalmağı hak edən şeydir. Buradan yazıram. RT bölünsün M nə olur? PV bölünsün nəyə? M-ə. M gəldi, düşdü burada. PV bölünsün M. Gəlib burada yazıram onu. Buyurun.
Yazım. Ha, yaxşı. Oldu. Ha, harda qalmışdım? Ha, M'e bölmüştüm, yani RT bölünsün M'in bir değer almıştım. Sırf Mendeley Kaplan'ın tanıyla çıkan bir değeriydi. Gəlib bunu yazandan olur. Məsələ səliqəliliyi qoruyaq. Anlayabilirsən mi bunları? Çünki ağır anlayışlardır biraz. 3, PV. Bir tane de bence videoya baksan evde düzelir. Bak bu orta kvadrat sürətli düsturlardı. Bu da Mendeley Kaplan'ın tanıyıydı. Seçtiyse keçək. Ne səsdir? Bir qapını gözüyüm, 5-ci otaqlarım. Ha, silən. İndi əslində Mendeley Kaplan'ın tənliyi hissəsini biraz daha aydınlaşdıraq, daha keçək. Burada belə bir şey var ki, izoprosesləri keçməyimiz əsl. Amma keçək izoprosesi, yəni izoproses keçəndə izoprosesin içində deyil. Ha, izoproses düşənlərdir. Əslində sadə bir şeydir. Sadə bir şey tutarsan. İndi bunu deyək. Klap. Ron, klaperon, tənliyi. Olsun 7-də, 6 dedik. Klaperon tənliyi və izoproseslər. Klaperon tənliyi və izoproseslər keçirik. Klaperon tənliyi nədir? Əslində Mendeley Klaperon tənliyini demək olar eyni şeydir. Sadəcə burada bir məntiqi bir şey eləyirik. Çox məntiqi bir şey eləyirik. Mendeley Klaperon tənliyini tərəyidir. Necə yazdım ora? PV bərabərdir, URT idi. Bir də var idi, PV bərabərdir nə? M bölünsün, M, R, T. Bunu müxtəlif şəkildə yadda saxlamaq olur. Yəni, məsələn, belə bir şey var, düz, mən onu xoşlamıram biraz. Amma bunu M de, M de, bunu R de, buna T de. Eyni anda de. Yəni, onu hökm edəndə bir mənası var. Amma xoşlamıram, onu demirəm. Hə, onu elə deyirlər. Yəni, deyirlər, o bərabər. Yəni, yadda saxlamağı üsullar. Yəni, ağlına nə gəlirsə, ən mistik şeylərdə təkrar, yəni, fizikada belə olur. Hə, indi böyle bir şey var ki burada. Kapelyon tənliyi budur ki, kütlə sabit olsun. Belə bir şey deyir. Kütlə bərabərdə sabit olsa, konstant. Kütlə bərabər sabit olsun. Nə olar? Yəni elə bil ki, bir yaxdandan kub demişdik. O kubun içində müəyyən qədər su etdik. Yəni su artıra bilərdik, azalda bilərdik. Amma dedik ki, yox. Yox, su sabit qalsın. Görün, kütlə sabit oldu da. Kütlə sabitsə nə olar? Bax, kütlə sabitdir. Eğer demişdi ki sabitin sabitidir. Yani ya bu adamın sabit olmamasının bir sebep olabilir mi? İki tane sabiti vursan birbirine de var. Bu da sabit bir şeydi. Emdeki demişti ki bu da sabit. Yani oksijen üçün müəyyən bir değerdi. Ne bileyim. Ne? Hadi ha görürsün, görürsən. Oksijen üçün müəyyən bir səbəbdir, nə bilim, karbon üçün müəyyən bir şeydir falan filan. Bizdə bir maddə su təkcə tutaq ki, su üçün öyrəndiyimizə görə bununki sabit qəbul olunur. İndi bu üç dənə sabitdir, nə olur? Sabit bir şey olur da. Yazaram PV bərabərdir. Sabit bir şey. Vurulsun nə? T. T-ni aparıram, tullayıram bu tərəfə. Babut. Mendeley Kaplan'ın tənliyi. PV bölünsün. T bərabərdir sabit bir şey. Şimdi bundakı daha ilmi dildə yazarsın. Nə yazaraq buna? Konstant. Amma burada çox önemli bir şey dikkat eləməlisən. Kütlə sabit olmalıdır. Bununla suallarda nə tələb edilir? Suallarda görən kimi, babamız görən kimi deyir ki, hə, budur. Verilmiş kütləli. Ümumiyyətcə verilmiş nöqtə 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 deyilirsə, verilmiş isə bir kəmiyyət deyilirsə, demək ki o kəmiyyət sabitdir.
Verilmiş kütləli deyilirsə, deyən ki, hə, demək budur. Yəni bunu deyirsən ki, bunun nə əlaqəsi? Bunun həqiqətən də çox əlaqəsi var. Birinci bu tipdə suallar da var. Deyir həcmi 2 dəfə artırdım. Verilmiş kütlə sabit kütlədir. Həcmi 2 dəfə artırıram. Ondan sonra temperaturu 3 dəfə azaldıram. Təzyiq nətər olmalıdır ki, sabitlik qorunsun? Yəni o tip suallarda ya da ki, indi əsas bir sual işləyək. Yəni vahid verilmiş kütləlidir. Deyirlər ki, həcm 3 dəfə artdı. 3 dəfə artdı. Təzyiq də 3 dəfə artdı. 3 dəfə artdı. Temperatur nətər dəyişməlidir ki? Temperatur nətər dəyişməlidir ki? Nətər, yəni artmış, azalmış da ola bilər. Nətər dəyişməlidir ki, temperatur nətər dəyişməlidir? Bu cənab bunu deyir. Temperatur nətər dəyişməlidir? Gəlin də burada yazaq. P-ni 3 dəfə artırdım. 3 dəfə artdı. Vurulsun. V 3 dəfə artdı. 3 dəfə artdı. Temperatur nə qədər dəyişməlidir ki, həcm də artdı, bu da artdı. Temperatur nə qədər dəyişməlidir ki, sabitlik qorunsun. Nə etməlidir? 6 dəfə artmalıdır. Bunlar ikisi 6 dəfə artır, bu 6 dəfə artmalıdır. 9 istəyirəm. 9 dəfə artmalıdır ki, 9 dəfə artmalıdır ki, sabitlik qorunsun. Yəni bu tip suallar, yəni bunu da eləyə bilərsən. Vahid kütlə verilməlidir amma. Kütlə sabit olması alınmır. Amma izoproseslər daha asandır, elə deyək. İzoproseslər 3 dənə izoprosesimiz var. İzoprosesdə əsasən etdiyimiz tək bir şey budur ki, bir temperatur sabit saxlayacağıq. Bu 2 dənə kəmər yazaq bura. P, V bölünsün, T bərabərdir konstant. Molekülər nəzərdə ümumiyyətlə hətta termodinamikada belə, hətta digər dönüşlər, molekülər fizikada ümumiyyətlə P, V, T müqəddəsdir. P, V, T-nin yəni həqiqətən də üstün əməllər həmişə bu dənə şey üzərində aparılır. P, V, T bir dəfə bunu T-ni sabit saxlayırıq, görək bu ikisini də dəyişir. Ondan sonra bunu artıracağıq, bunu azaldacağıq falan filan belə söhbət olacaq. Sonra da bunu eləyirik bir-bir. İndi burada əsas şeylərdən biri budur ki, burada 2 dənə şeyin dəyişməsinə baxırıq. Amma dediyimiz ki, bunlar müqəddəsdir deyə o 2 dənə şeyin bununla əlaqəli düsturunu yaratmalıyıq. Biri konsentrasiyadır. Biri də ki, sıxlıqdır. Konsentrasiyanın sıxlığın bununla əlaqəli düsturu lazımdır. Bunu tez burada yazın, çünki eləyə biləcəyim bir şey olacaq. Yəni bunu biləndən sonra. Birinci konsentrasiyanın sıxlığı baxaq. Rho nəyə bərabər idi? Sıxlıqda. Rho bərabərdir vahid həcmi üçün kütlədir. Bax, burada gördüyün ki, V ilə əlaqəli düsturu var. Amma T ilə P ilə əlaqəli düsturu yoxdur. Bizə bir dənə o lazımdır ki, T ilə P əlaqəli düsturu lazımdır. İndi bunu hardan çıxarılır? Bunu yazım. P, V bərabərdir nü, R, T deyil miydi? RT. İndi nün yerinə M bölünsün M yazılır. M bölünsün M, RT deyil miydi? Buradan M bölünsün V-ni tapmalıyıq. M bölünsün V nəyə bərabərdir? Elə ki, bu V-ni, M-i bölməliyəm V-yə. Görün nəyə bərabər olar? Bir dənə M bölünsün V-ni yaratmalıyam ki, buna bərabər düstur çıxardım. Anladın da? İndi M bölünsün V-ni düzəltmək üçün bunu hər cür V-də də dəqiq düzəldə bilərsən. Amma mən riyazi olaraq yazıram. Yəni bunu kişiyə görə dəyişir. PV bölünsün M bərabərdir MRT. Qısa şəkildə yazaq. RT-ni atıram bu tərəfə, V-ni gətirirəm bu tərəfə. PM bölünsün RT bərabərdir nəyə? M bölünsün M bölünsün V-yə. M bölünsün V. Etapını da yazıram bura. P, M bölünsün RT. PUBG Mobile bölünsün Rockstar. İndi ən mistik şeylər jatar, şitin satma falan filan. Birazdan nə olur? Alabaxta bölünsün, qartal bölünsün, pələk falan. Birincisi budur. İkincisi də var konsentrasiya. Yəni sıxlıq bitməmiş kimi. Yəni konsentrasiya da var bir də. Yəni bu betərin betəridir də yəni. İndi konsentrasiyada əslində asandır konsentrasiyada. Yəni M bərabərdir nə idi? Vahid həcmi üçün moleküllərin sayı deyil miydi? İndi P bərabərdir. Bu N KT deyilmi? KT. N nəyə bərabərdir? P bölünsün KT. Pirok bölünsün kətə. Bunlar can qurtaran düsturlar həqiqətən. Çünki görəsən birazdan, yəni həqiqətən can qurtarır. V ilə əlaqəli varımızdır. V ilə əlaqəli var. Yəni bir də sənə bir
xoş bir şey deyim ki, sıxlıq və ya konsentrasiya nə tər dəyişirlərsə, digəri də elə dəyişir. Çünki yəni buradan gördüyün kimi ikisi də nətərdir? P-dən düz asılıdırlar. İkisi də V-dən tərs asılıdırlar. İkisi də T-dən tərs asılıdırlar falan filan. Yəni sənin köməyinə çatan bir şeydir. Çünki P və V-ni həmişə yan-yana yazıram mən. Yəni yazacağam. Yəni asıllıq qrafik yazanda P yox idi, bu ro idi bu. Mən P deyirəm. Ro eni yan-yana yazıram. Hə. İndi başlayaq, birinci izotermik olsun. Buna A deyək. İzotermik. Termin olaraq deyim ki, izo bərabər deməkdir. Temperaturda, yəni buradan yəni çünki onları yadda saxlamaq lazımdır bu qrafiklərin falan adlarını. İzo bərabər deməkdir. Buradan yəni onu tuta bilərsən. İzotermikdə nə sabitdir? T sabitdir. Kaperon tənini idi. PV bölünsün T bərabər idi konstant idi. P bölünsün T bərabər konstant idi. İndi T sabit olduğuna görə T'ni aparıram. T getdi. Qaldı nə? PV bərabərdir konstant. Burada nə tər olmalıdır? P ilə V tərs asılı olurlar burada. Bir məntiqi zətdə var. P və V tər olar, tərs asılı olar. İndi biraz insanlar şaşırır bunu, deyirlər ki, yan-yanadır. Böyrəndə qəşəng gəlir də. Yəni yan-yana olanda düzgün kimi gəlir, amma məxəzi gəlir tərs kimi gəlir. Elə deyil əslində. Çünki sabitlik qorunması üçün əgər bir şey sabitə bərabərdirsə və iki hasil varsa, mən bunu 3 dəfə artırıramsa, 3 dəfə artırdım bunu. Bunu 3 dəfə azaltmalıyam ki, sabitlik qorunsun. Yəni ona görə də bunu, amma məxəsli olsaydı, onu da düzgün transformadılar bir-birinə. Yəni bunu qarşılamaq lazım deyil. İndi bəzi qrafiklər var, qrafiklərə baxmalıyıq. Birinci P-nin V-dən asılı qrafikına baxaq. Qrafiklərin adları da var. Yəni iki dənə hala baxırıq burada. Bir izotermik sıxılma, bir də var izotermik genişlənmə. Sıxılmada səncə nə olar? Həcm azalar. Həcm azaltmalıyıq. Amma genişlənmədə nə olar? Həcm artırmalıyıq. Yəni tək edəcəyimiz şey budur. P V-dən tər asılıdır birinci burada. Tərs mütənasib basılıdır. P-nin V-dən asılı qrafikində tərs mütənasib basılıdır. Amma burada təkcə bunun getirilmir. Molekülər fizika dərsində burada təkcə getirilmir. Burada təkcə bir ox işarəsi də var. Bu olanda nə deməkdir? Bu qrafikin adı var. Bu qrafikin aşağı doğru yox. Aşağı doğru gedir, düzdür. Amma burada nə olur? Gördüyün kimi həcm az artır. Həcm artır. Həcm artırma nə idi? Yaxın dedik. Bu qrafikin adı izotermik genişlənmə. İzotermik genişlənmədir. Əgər belə olsaydı nə olardı? İndi bunu yazın burada. Tərsi nəsə olsaydı da belə. Bu nə olardı? İzotermik sıxılma olardı, bəli. İndi P-nin T-dən asılı qrafikinə baxaq. P-nin T-dən asılı qrafikində olar səncə? Bir düz xətt var. Çünki T sabitdir. T sabitdir. Yəni sadəcə belə bir şey qrafika var. P-nin V-nin T-dən asılı olar. Bəli. Bu sabitdir. Və belə bir şey var ki, yuxarı doğru yazsam olar. Bu genişlənmədir. Aşağı doğru yazsam sıxılmalı. Yəni bunu məntiqlə tutmalısan. Məntiqdən bunu tuta bilərsən. Sıxılmalıdır. Burada da eyni şəkildə yox. Burada amma elə bir şey var ki, genişlənmə olanda nə olurdu? Bu azalırdı da. V artanda bu azalırdı. Ona görə də bunlar tərs olur. Yəni dediyimiz şeylərin tərsini edirik. İndi konsentrasiya ilə sıxlıq haqqında baxaq. Mənasılığına. Burada nə edəcəksən? Konsentrasiya sıxlıq tapanda bu əlaqəli düsturlar var. Əlaqəli düsturlardan istifadə edəcəksən. R'nun T'nin T'dən asıllığına baxırıq. Belə olar. Çünki T sabitdir. T sabitdir, belə olar. İndi R'nun N'nin P'dən asıllığını tərələr. P'dən asıllığı. P'dən asıllığına baxanda görsə əlaqəli düstur axtarsın. Əlaqəli düstur de bu. Məsələn, Rho üçün deyirək də. T sabitdir, M sabitdir, R sabitdir. Qaldı PV-dən tər asıllar. Rho PV-dən yox, Rho P-dən tər asıllar, düz asıllar. Elə bir şey. İndi həcmən tər asıllar. Həcmən də bununla düz asılır, həcmən tərs asıllar zaten. Amma buradan da görmək olur ki,
Həcmən tərasıldır. Tərs asıldı. Çünki əlaqəli düstur axtarsan bu. Molekul kütləsi zaten sabit demişdik. Nötr asıldı. Tərs asıldı da. Yəni bunlar da yəqin edə bilərsən də. Belə olsa nötr olur, belə olsa nötr olur, onları bilərsən. Belə olsa nötr olurdu. İzotermik genişlənmə olurdu. Belə olsa izotermik sıxılma. Yəni biraz qarışıq görsənə bilər. Qarışıq görsənə bilər. Amma yəni görəsən ki, həqiqətən də məntiq başa düşmüsənsə, bu arada bunu yaradan alimlər var, onların adı lazımdır. Çünki suallarda falan düşür. Bunu yaradan alimin adı Boyle-Mariotte. Boyle-Mariotte qanunu deyirlər buna. Boyle-Mariotte qanunu. Çox vacib bir hissədir bu da. İndi keçirik B hissəsinə. İzotermik deməyək, buna izobar deyək. İzobar. Səncə nə sabitdir burada izobarda? Yəni barometr, təzyiq falan demişdik. Yəni bunu yadına salıb bilərsən. İzobarda P sabitdir. P bərabərdir konstant. Yazımızdan çıxmamış bu alimin adını deyək. Alimin də ki, Gay-Lussak'dır. Mənlik bir şey yoxdur, adı belədir. Gay-Lussak'dadır. Bu alimin şeydir. Adını dedik neyse. Alimin adını gözə sileyim. O vaxt yəqin bilməyib. Adamın belə şeylər falan var. İndi P sabitdirsə, yazırıq PV bərabərdir. PV bölünsün T bərabərdir konstant deyirik. İndi kim sabitdir? Bu sabitdir. Bunu sildim. V bölünsün T bərabərdir konstant. İndi birinci yenə elədiyim şey deyirəm. P-nin V-dən asılılıq qrafını seçirəm. Görün P V-dən də dəyişir. P sabit olduğunu görüb B olur bu halda. Bu olması nə deməkdir? Bax belə bu olsa nə olar? İzobar genişlənmə. Amma burada iki ad var. Yəni o birisinin yenə təsir bir ad olur. Amma burada izobar genişlənmə deyirik, bir də izobar qızma da deyə bilərik. Çünki temperatur da burada dəyişir deyə, temperaturun özünün adı var. Qızma. Genişlənmə var, bir də qızma var. Soyma var, bir dənə var, sıxılma var. Buna yəni deyə bilərsən ki, izobar genişlənmə və ya izobar qızma deyə bilərsən. Amma belə olsa sıxılma və ya soyma deyirik. İndi P-nin V-dən baxdıq, ondan sonra nə? Bax, P-nin T-dən asılılıq baxaq. T-dən asılılığında eyni şeydir. P-nin T-dən asılılığı da yenə eyni şeydir. Çünki yəni temperatur belə artsa nə olur? İzotermik qızma demişdik və ya izotermik soyma da deyə bilərik buna. Yox, izotermik qızma benim getdiyim mən. İzotermik qızma və ya izotermik genişlənmə. Termik yox, izobar. Üzr istəyirəm, biraz beynim qaçışdı mənim. O alimin adını yazandan sonra mən izobar genişlənmə və ya izobar İndi P-nin T-yə falan baxdıq. İndi V-nin T-dən asıldığına baxaq. V T-dən görə necə dəyişir V. Bu düz mütənasibdirlər. Buradan görə bilərsən. Bu 3 dəfə sabitlik qorumaq üçün nə etməlidir? 3 dəfə artmalıdır. Yəni belə deyək də, 2 bölünsün 3. 2 bölünsün 3. Bunu 3 dəfə artırıram. 3 dəfə artırıram necə edir? 6. Bunu da 3 dəfə artırmalıyam ki, 3 dəfə artırmalıyam ki, bunu da. Bərabərlik qorunsun. Yəni yenə də 2-də 3 eləsin. Qısa geçsinlər. İndi bunda belə olsa nə olur? İzobar genişlənmə, əksində olsa izobar soyma. Yəni burada məncə problem qalmadı ki. Bir varda bir şeylər var. Bunlar demədik. Onlar da deyək. Rho-nun, N-in kimdən asıllığı P-dən asıllığına baxaq. P-dən asıllıqsa belə olur. Çünki P sabitdir axı. Sabitdirsə bir nöqtə üzərində olmalı, dəyişməli deyil. Bir də Rho-nun, N-in T-dən və ya V-dən asıllığı. T ilə V niyə yan-yana yazılır? Çünki düz mütənasib idilər. Bir nə qədər atsa, o birisi də o qədər atmalı idi zaten. Nə tərəsi var? T-dən V-dən düz asılı olurlar. Tərs asılı olurlar, bəli.
artmaq, azalmağı yəqin onu eləyə bilərsən. Çünki mən deyəndə qatışdırıram. Deyəndə dilim saçır, dilim sürüşür məsələn. İzopar, bir də qaldı nə? İzoxor. Bu da nə sabit olar? Beynimizə ver fikir görüm. Bunun nə mistik bir şey yox, çapa bilərəm ki, xorda yadına qalın. Təbii ki, V sabit qalar da. PV, T ilə P-ni dedik, birdən qaldı V. C, V bərabərdir konstant. Bunu da kim kəşf eləyib? Şarl kəşf eləyib. Şarl qanunu deyilir buna. İndi bir bir şey yadında saxlaya bilərsən ki, biz şar üfürüb başlamışdıq. Yadındadırsa şar üfürüb başlamışdıq. Şar üfürəndə nə olmuşdu? Başında belə səs çıxmışdı şarı buraxanda. Onda xor. Xor şarın belə yadında saxlaya bilərsən. Mistikliyin dərəcəsinə bax. Deyəcəm, mistiklik tavan eləyib burada. Burada P sabitdir. Kapyanın pənnimizi yazaq. PV bölünsün T bərabərdir konstant. Kim sabit oldu burada da? P sabit oldu da. P yox V. Mən də sən güvənib. Bu konstantlıqdan yolculuğa başlayırıq. Birinci nəyə baxaq? P-nin V-dən asıllığına baxaq. Hər zaman dediyimiz kimi. P-nin V-dən asıllığına baxarıq. Nə sorurlar səncə? Nə sabit idi? V sabit sınırlar. Düz xət çəkərik. Yuxarıya doğru da. Yuxarı doğru bəli düz xət çəkək. Düz xət çəkdik. İndi bu düz xətdə artmaq, azalmağı da yəqin eləyə bilirik. Artmağı nə olar? Nətər? Artanda nə olur? Təzyiq artır. Təzyiq artır. Təzyiq artanda nə olar? Temperatur artmalıdır. Temperatur bura qızma deyilir. İzoxor qızmadır bu. Azalsa izoxor soyuma olur. Yəni iki dənə adamın adı var. İki dənə adam deməyək də buna. İki dənə kəmiyyətin adı var. Yəni bu qızma, soyuma falan söhbət deyəndə bir həcmin yaratdığı, bir də temperaturun yaratdığı. İzotermik temperatur sabit idi deyə temperaturun yaratdığı adı deyə bilmədik. Yəni temperaturun yaratdığı adı nə idi? Qızma və ya soyuma idi də. Onu deyə bilmədik. Ona görə kimi dedik? Həcminkini dedik. Həcminkin genişlənmə dedik və soyuma, sıxılma dedik. Burada da həcm deyə bilmirik, həcm sabit olduğuna görə. Bir dənə qızma deyə bilərik, bir də soyuma deyə bilərik. Amma P-də ikisi də olmadığına, sıfıra düşmədiyinə görə ikisinin də adını deyə bildik. Yəni ikisinin də ürəyin hansını işlədirsə işlət. Ürəyin hansını işlədirsə istə, nəysə. O da ali cümlələr idi. Onu da yəni dəftərin də ikinci falan qeyd edilməsi lazım olan cümlələrdən idi. Ondan sonra var P-nin T-dən asıllığı. P T-dən nətər asıldı? Düz asıldı. Gördüyün kimi. Görün bu düşürümü kameranın qapalı, kameraya. Tam indi düşürür məsələn, mən belə danışıram. Tamam. P-nin ondan sonra nədən asıllığına baxaq. P-nin V-dən baxdı, T-dən baxdı, artıq bu getdi, V-nin T-dən qaldı. V-nin T-dən asıllığı nəsə olur. Nətər yox, necər? Yeni termin. Neonvolus sözlər falan oluyor mu? V-nin T-dən asıllığı nətər olar səncə? Sabitsə belə. Artmağı nə olar? İzoxor qızma, belə də nə olar? İzoxor soyuma. Ondan sonra qaldı bunlar. Rho-nun, I-nin. Kimlərin asıllığına baxaq? Birinci V-dən asıllığına baxaq. V-dən asıldısa belə bir şey olur. V sabit idi axı. V-dən asıldısa konsentrasiya artımda nə olar, azalanda nə olar? Bəs onların adını deməyə olarmı? Artsa səncə nə olar, bu azalsa nə olar? Hə. Hə, ondan sonra bir dənə də qaldı bunların kimdən asıllığı? T-dən, bir də P-dən asıllıqlarına baxaq. Qutarsın yesin. Nətər olar səncə? Səncə nətər olar?
Yox da ümumiyyətcə, yəni təkcə T üçün baxaq gəl. Ya təkcə bir üçün baxaq. Aslı olarlarmı? Olmadı. Niyə olmalıdır? Çünki ikisi də buradadır. Bu artdısa, bu da artmalıdır. Getdilər. Ona görə də belə olur. Bal üçün. Yəni izoproseslər bu şəkildə idi. Yəni mövzu bitdi. Hə? Nə? Tutun izoprosesi, bəli, izoproseslər 3 dənə proses idi. Üçün də hamısını dedik. Yəni bu haqda bir iki nümunəsini işlənilməlidir. O nümunələri də işləyərik. Nəysə bu qədər.